Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. 7 dekabr 2025-ci il tarixində OTK və MQM-in birgə təşkilatçılığı ilə həyata keçirilən blok imtahanı 2-nin 9-10-cu sinif 2 və 3-cü qruplar üzrə tarix suallarının izahı ilə tanış olaq. 11-ci sinif tarix sualları paylaşılıb, onu da izləyə bilərsiniz. Qeyd edim ki, 10-cu sinif sualları 11-ci sinifə nisbətdə, yəni sinif səviyyəsinə uyğun olaraq biraz daha çətin idi. Yəni 9-10-lar üçün 11 daha sadə idi fikrimcə. Yenə də siz dəyərli fikirlərinizi şərtə qeyd edə bilərsiniz. Tarixi proseslərin ardıcıllığını müəyyən edin. Türk tayfalarının Manna ərazisində məskunlaşması hansı hadisələr baş verdisə də artıq Aşurbanipal Mannaya hücum etdi. Burada söhbət eradan əvvəl 7-ci əsrin birinci yarısından Ahşerinin dövründən gedir. Manna Urar tərəfindən işğal olunan torpaqları eradan əvvəl 8-ci əsrdə azad elədi. Deməli, bizim doğru fikrimiz ola bilməz. Manna hökmdarı Ahşeri İşbaka ilə ittifaq qurdu. 2-yə B-ni qeyd eləmək olar. Urartu təcavüzü dediyim kimi 8-ci əsrin ikinci yarısında tam olaraq yekunlaşır. Manna Suriyalı ittifaqı bərpa etmir, əksinə İskitlərlə yaxınlaşdıqdan sonra ittifaqı pozmuşdu və nəticədə müstəqil siyasət yürütmüşdü. Deməli 2B, 3E variantı ola bilər. 62-ci sualda eyni əsrdə baş verən hadisələr: İskitlər məskunlaşdı Azərbaycanda eradan əvvəl 7-ci əsrdə, Midiyanın süqutu eradan əvvəl 6-cı əsrdə, Çin birləşir eradan əvvəl 3-cü əsrdə, hamısı eradan əvvəldir, yazmadım da onu. Qədim Misir Əhəmənilər tərəfindən işğal edildi eradan əvvəl 6-cı əsrdə. Böyük İpək yolu salındı eradan əvvəl 2-ci əsrdə. Gördüyünüz kimi 6-cı əsrlərə uyğun gələn 2 dənə hadisə var. 2 ilə 4 olur. O da hansı variantdadır? B variantındadır. Xəritə izahına baxaq. Xəritələrin izahları var kanalımızda. Daimi izləyicilərimiz bilir. Yeni izləyənlər üçün qeyd edim ki, linklər aşağıda yerləşdirilibdir. Bütün növ xəritə izahları, Azərbaycan ya da ümumi tarix. Və onu da qeyd edeyim ki, 9-10-11-ci sinif abituriyentlərimiz tarixdən əgər çətinlikləri, boşluqları varsa da sınaq qruplarımıza qoşularaq, istər dekabr, istər yanvar, istərsə də ilin müxtəlif dövrlərində daim fəaliyyətdə olan sınaq qruplarımıza qoşulmaqla sizlər həm tarixdən hansı mövzularda boşluğunuz varsa onları aradan qaldıra bilər, həm tətbiq etmənizi artıra bilər, həm testologiyanızı inkişaf elətdirə bilər, həm həftənin hər günü qəbul suallarını, baza suallarını, qəbul səviyyəsinə uyğun olan, yeni nəşrlərə uyğun hazırlanan sınaqları işləməklə həm nəticənizi yüksəldə bilər, həm dediyim kimi təcrübənizi artıra bilər. İstər bax bu tip sınaqlarda, istərsə də ən əsası qəbul imtahanında nəticənizi yaxşılaşdırmaq üçün sınaq qruplarımıza qoşula bilərsiniz. Bunun üçün 055 403 37 53 nömrəsinə yazmağınız kifayətdir. Məlumat almaq üçün mən burada yaza bilmədim, amma şərh bölümündə qeyd eləmişəm. Maraqlı olanlar üçün əlaqə saxlaya bilərlər. Oktaviandan Mark Trayanın işğal elədiyi ərazilər. Birinci xəritə ilə tanış olaq. Deməli, bax, burada 1 verilibdir, düzdür. Biraz burada şəklin ola bilsin, keyfiyyəti zəifdir, amma bax, bura 1 ilə işarə olunub. Bura Roma ərazisidir. Bura 2 Yunanistana uyğun gəlir. Burada 3 Misir ona uyğun gəlir və burada da 4-ü veriblər. 2 dənə çayın arası Mesopotamiya uyğun gəlir. Mesopotamiya, 2 çay arası. Deməli, Oktavian tərəfindən ələ keçirilibdir Misir, yəni 3. Mark Trayan tərəfindən ələ keçirilibdir 4, yəni Mesopotamiya. O zaman cavabımız olur 3 ilə 4. 64-də göstərilənlərin hər ikisinin aid olduğu Azərbaycan feodal dövlətləri müəyyən edin. Da bayaq dedim, yenə də deyim, aşağıda xəritə izahları var linklərdə. Daxil olun, baxın, öyrənin. Bizim də sizə dəstəyimiz olsun. 10-cu əsrdə yaranıblar hər ikisi. Bu, biri Şəddadidir, biri Rəvvadidir. Səlcuqlar da hər ikisinə məskunlaşıb. Şəddadin paytaxtı 1 Gəncə, Rəvvadin paytaxtı 2 Təbriz. Burada 3 ilə deməli Marağanı işarə eləmək istəyiblər. 4-dəki Şirvanşahların ərazisi olur. Bizə 1 ilə 2 Şəddadi və Rəvvadi lazım idi. Mətndə bəhs olunan dövlət hansıdır? Deməli, Qarluqların iştirakı ilə yaradılıbdır. Söhbət Qaraxanlı dövlətindən gedir. Qaraxanlılara aid doğru fikir A. Uyğurlara aiddir, B. Qəznənlərə aiddir, C. Qəznənlərə aiddir, D. Qəznənlərə aiddir. 932-də İslamı qəbul ediblər. Romanın Respublika dövrü eradan əvvəl 509, eradan əvvəl 27. Bax, bu dövrdə, bu intervalda Yunanistanda nə baş veribdir? Baxaq, ilk Olimpiya oyunları eradan əvvəl 776, yanlış. Solon eradan əvvəl 594, yanlış. Drakon eradan əvvəl 7-ci əsr, yanlış. Dorilərin hücumu eradan əvvəl 2-ci minillik, yanlış. Afina-Sparta müharibələri 431-404, 5-ci əsr, E bəndi. Burada da doğru fikrimiz olur. 67-də mətndə bəhs olunan Səlcuq sultanı ilə bağlı doğru fikirlər. Mətndə də bəhs olunubdur Məlik Şahdan. Məlik Şahla bağlı doğru fikirlər nələrdir? Daha doğrusu bir dənə doğru fikir. Elə A bəndi doğru fikirdir.
B variantı Toğruldur. C variantı Səncərin dövründədir. D variantı Alparslan demək olar. Qulağına sırğa taxır, onun canını bağışlayır, müqavilə imzalayır. Bu da Alparslana aid ola bilər. Bu döyüşlərə gəldikdə ərəblərlə xürrəmlər arasında 80 sər olub, ərəblər məğlub olub. İstər 643-653 Bələncər döyüşlərində, istər 80 sərdə, 829-836-da. Cavanşir heç birində iştirak etməyib. Xəzərlər qalib gəlib Bələncərlərdə. Yəni D ilə E variantı Bələncərlərə gedir. 69-da doğru izahlar. 1 doğru izahdır. 2 Romaya aid idi, yanlışdır. 3 Yunanlara aid idi, yanlışdır. 4 doğrudur. Hindistanla bağlı verilən cavablar doğru olur. Axunun Albaniya ilə oxşar Qəznəli ilə fərqli cəhəti. Ərəblər tərəfindən süquta uğradılıb, təkcə bunların içində Albaniya. Sasanilərlə mübarizə Axund aparıbdır. Daim Albaniyada bir müddət deməli Sasani ilə mübarizəsi olubdur. Hindistana hücuma gəldikdə Albaniya Hindistana hücum eləməyib. Bu Axundan Qəznəlinin oxşar cəhətidir. Yox, xalqların böyük köçünə gəldikdə bu Axuna aid olur təkcə. Bizansla əlaqələrə gəldikdə burada bunların 3 dənə dövlətin içərisində təkcə Albaniya Bizansla əlaqə saxlayıbdır. Vergilərə gəldikdə deməli xümsdən düşür verilibdir. Xüms vergisi 7-9-cu əsr xilafət dövründə də mövcuddur. 9-11-ci əsr tarixində də Azərbaycanda feodal dövlətlərdə də toplanır. Xüms deməli müxtəlif mülkiyyət və qənimət növlərindən alınan bir vergi növü kimi idi. 7-9-cu əsrlərdə anı qeyd eləmək olar xüsusiyyət kimi. Ramazan bayramında alınan vergi sırf bu fitrədir. Dini vergi növü sayılırdı. Əslində xüms müsəlmanlardan alınırdı artıq 9-11-ci əsrlərdə. Bu sualda biraz belə abituriyentlər üçün çətin məqam var. Əslində indi nə demək istədiyimi başa düşəcəksiniz. Məsələn, ikinci tərəfdə üşürə gəldikdə 9-11-ci əsrdə torpaqlardan istifadə əvəzində alınırdı. Tamamilə doğrudur. Səlcuqların dövründə ödənilən vergi idi. Tamamilə doğrudur. Müsəlman olmayanlardan alınan vergi cizyədir. Bu artıq konkret yanlışdır. Elə C-ləri siz buradan variantlardan çıxdaş etdikdə və 2-yə A-la B-ni verdikdə 1-ə də A-nı vermisinizsə artıq cavabınız bu formada olur. Çünki 1-ə B-ni qeyd edə bilmərsiniz. Niyə? Dediyim kimi xüms yox, fitrə idi. Ramazan dövründə alınan. Dini vergi növü kimi sayılması müsəlmanlardan alındığını nəzərə alsaq bu baxımdan götürmək olar. Yenə də sizin fikirlərinizdə maraqlıdır. 70-də Kadeş müqaviləsi Misir üçün nəticəsi iqtisadi cəhətdən inkişaf eləyir. Bu 3-cü Tutmosun dövründən etibarən idi. Kadeş sülhü isə eradan əvvəl 13-cü əsrdədir. 3 də doğru fikirdir. 1 də, daha doğrusu 4-də ilk dəfə Fərat çayına qədər getdi, çatdı sərhədləri. Bu 1-ci Tutmosun dövründə idi. Ona görə 1-3 doğru fikirdir. 73-də yanlış cavaba gəldikdə. Yeni üsulla toplanan ordular sərkərdələrə and içdi. Bu gətirdi vətəndaş müharibəsinə səbəblərdən birinə çevrildi. Doğrudur. Periklin strateqiliyi dövründə vətəndaşlar idarəçilikdə iştirak edir. Doğrudur. Romada hakimiyyət bir neçə varlığın, yəni patris və plebey ailəsinin əlində cəmləşməsi Romanın respublikasının demokratik dövlətə çevrilməsinə gətirib çıxartdı. Əksinə, hakimiyyətin bir neçə patris və plebeyin əlində cəmləşməsi Romanın Afina kimi demokratik dövlətə çevirə bilmir. Yəni Roma heç vaxt Afina qədər demokratik dövlət olmamışdı. Yunan koloniyalarının yaranması ticarətə təsir göstərmişdi. İskəndərin fəthləri mədəniyyətin yayılmasına, yəni onlar doğru fikirdir. Erkən orta əsr Alban memarlıq abidələri Covur qala ilə Ağoğlandı. Digərləri feodal dövlətlərə aiddir. Burada haqqında bəhs olunan hökmdar Fəzil ibn Məhəmməddir. 985-1030-da hakimiyyətdə olan və Toğrul'la müqaviləsi yoxdur. Gürcü Xəzərlərə qarşı uğurlu mübarizəsi var. Şirvanşahlarla yaxşıdır münasibətləri, mübarizəsi yoxdur. Dövlət yaratmayıb ya da Dəbil əmirliyini yaratmayıb. Bu Məhəmməd ibn Şəddaddır. 76-da yanlış cavablar nədir? 1 doğrudur, 2 doğrudur, 3 yanlışdır. Niyə? Çünki Şirvanşahlar 1027-də tabe olur. O dövrdə də məziyyədilər yox. Daha doğrusu 1027-ci ildə Şirvanda Kəsranilər sülaləsi hakimiyyətə gəlir. Şirvanşahlar da Səlcuqlara tabe olublar 1066-da. Yəni gördüyünüz kimi bu dövr Kəsrani sülaləsinin dövrüdür Şirvanda. 3 ona görə yanlışdır. 4 doğrudur. Niyə? Çünki Slavyanların 944-cü il Bərdəyə yürüşü zamanı Mosul hakiminə qarşı mübarizə var idi. 5-də Sacilər dövləti deməli Bərdəyə hücum edən Slavyanları məğlub eləyibdimi? Yox. Bu dedik ki,
Salarlərin dövründə baş vermişdi. Ona görə 3 ilə 5 yanlış fikirlər olur. Tunç dövrünə aid deyil, sadə sualdır. C bəndi, izahata da ehtiyac yoxdur düşünürəm ki. İlk Göytürk dövlətindən fərqli olaraq, yox, burada ümumi cəhətlərdir. Birinci Göytürk dövləti ilə deməli Uyğurun və Frankın oxşar cəhətləri. Sasanilərlə mübarizə Uyğurlarda yoxdur. Çinin asılı hala salınması Uyğurlar da asılı hala salıb, Göytürklər də asılı hala salıbdır. Xalqların böyük köçü dövrü 4-7-ci əsrlərdir. Bu Uyğurlara uyğun gəlmir. Yəni xalqların böyük köçü dövründə meydana gəlməyib Uyğurlar. Deməli Uyğurlarla tək oxşar cəhətləri B-dir. Elə 1-ə B-ni verəndə də cavab çıxır. Həqiqətən də 2-yə A, C doğru olur. Avarlarla, Juranlarla mübarizə Göytürklərdə də var, Bizansla əlaqə Göytürkdə də var. Bu hansı dövlətin süqut səbəbidir? Xəzərlərin sadə bir sual idi. Spartak üsyanından fərqli olaraq Sarı Sarıqlar üsyanı. Spartak eradan əvvəl 74-71 Romada qulların vəziyyətinin ağırlaşmasına görə quldarlıq qaydalarına qarşı olmuşdu. Sarı Sarıqlar da bizim eranın 184-də Çində Xan sülaləsinin dövründə yenə quldarlıq əleyhinə qarşı olmuşdu. Hakim sülalənin qüdrəti sarsıldı Sarı Sarıqlar üsyanının nəticəsində. Hansı sülalə? Xan sülaləsi. 1. Quldarlıq quruluşuna qarşı idi. İkisi də əslində quldarların zülmünə qarşı idi. Spartakdan fərqli olaraq Sarı Sarıqlar quldarlıq qaydalarına böyük zərbə vurur. Nəticədə Xan sülaləsinin devrilməsinə qədər gedib çıxır bu hadisə. Yəni onun təsirlərindən biri olur Xan sülaləsinin devrilməsinin və artıq quldarlıq feodalizmdən əvəz olunur. Eradan əvvəl 1-ci əsrdə isə Spartak üsyanı olmuşdu. Deməli 1-3 ola bilər cavabımız. 81-ə gəldikdə Albaniya 5-ci əsrin 2-ci yarısı, yeni Alban əlifbası Asuagen tərtib eləmişdi 5-ci əsrin 1-ci yarısında. Xristianlığın rəsmi din kimi 313-də 4-cü əsrdə qəbul olunub. Müəyyən müddət Sasani mərzbanları tərəfindən idarə olunub 463-487-ci illərdə, gördüyünüz kimi 5-ci əsrin 2-ci yarısında. Əhalinin siyahıya alınması isə yenə bax bu intervalda, bu dövrdə olmuşdu. Birinci Göytürk dövlətinin mövcudluğu 552 və təxminən 588. Arşakilər 510-da gedir hakimiyyətdən, Məzdəkilər 481-529 uyğun gəlmir, Kürşad 639 uyğun gəlmir. Əməvilərin hakimiyyətə gəlməsi 661 uyğun gəlmir. Lakin Albaniya Sasani mərzbanları tərəfindən idarə olunurdu. Birinci dəfə 463-487-də, İkinci mərzbanlıq dövrü isə 510-629 aralığında. Yəni ki, bu hadisə də bax bu intervala uyğun gəlir. Albaniyada Sasanilərin ikinci mərzbanlıq dövrü E bəndi. Kanedinin yürüşü eradan əvvəl 36, Pompeyin müqaviləsi eradan əvvəl 66-65, İmperator Adrian bizlə dost olub eramızın 2-ci əsrində, Atropatena Parfiya işğalına düşüb eramızın 1-ci əsrində. Əgər xronologiyada həm eramızdan əvvələ aid, həm bizim eraya aid hadisələr varsa, əvvəlcə eradan əvvəlləri düzürük bildiyiniz kimi. 2-1, sonra bizim erada isə kiçikdən böyüyə doğru düzürük 4-3. Daha sonra 84-də Bizansa aid doğru fikirlər, İmperator Justinianın ərəblərlə mübarizəsi yoxdur. Xalqların böyük köçü nəticəsində ərazilərinin çox hissəsini itirsə də varlığını qoruyub saxladı 2. Sasani ilə müqavilləri var 532-də, 591-də, 629-da. Avropa ilə əlaqələri var, Avropa Hunla, Attila ilə. Slavyanların imperiya ərazisində məskunlaşması quldarlıq qaydalarına zərbə vurur, feodalizmə gətirib çıxardır 2-3-4. İranzu ilə bağlı doğru fikirlər 1 doğrudur. Bütün Cənubu birləşdirib deyə bir məsələ yoxdur kitabımızda. Sirdaq qanunu ulusunu imzalayıb. 4 nömrəli cavab isə Ahşeriyə aid olur. 5 də doğrudur. 1-5. İkinci Göytürkdə Bilgə xaqan Çinə yürüş eləyir, türkləri tabe eləyir. İstəmi xaqan 1-ci Göytürkdə Yabqu kimi fəaliyyət göstərib, Bizansla əlaqələr də 1-ci Göytürk dövlətinə aid olur. 87-də şimalda dövlət yaradıb Əli Ləşkəri, Şəddadiləri, xəlifəni məğlub eləyib Yusif. Xəzərdə ticarət gəmiləri Salar hökmdarı Mərzbana aiddir, həm də Kəngərli sülaləsindəndir. Samanlərlə mübarizə aparıbdı Yusif. Mətnlə tanış olmayanlar videonu dayandırıb mətnlə tanış olsun. Mən sizə ilə birbaşa doğru cavabları bildirim. Və doğru cavabları da bildirərkən qeyd edeyim ki, gördüyünüz kimi hər sınaq sonrasında ilk və daha ətraflı, düzgün, dolğun izah
məhz ilk olaraq bizim kanalımızda paylaşılır. Siz də bütün növ sınaq izahlarından və ən əsası da elə yeni dərsliklərə əsasən paylaşdığım videolardan xəbərdar olmaq istəyirsinizsə də kanalımıza abunə olub bildirimləri açmağı unutmayın. Əziyyətimizə qarşılıq isə videonu bəyənsəz xoş olardı. Mətndə bəhs olunan dövlət Axund dövlətidir və 5-ci əsrdən etibarən eftalitlər adlanırdı. Bu onun cavabıdır. Mətndə bəhs olunan dövlət Sasanilərə qarşı baş verən Məzdəkilər hərəkatını yatızdırmışdı. Mətndə bəhs olunan dövlət 567-ci ildə və ya 6-cı əsrdə Sasani və Göytürk dövlətlərinin qüvvələri tərəfindən məğlubiyyətə uğradılmışdı. Sasani Xosrov, Göytürk İstəminin qüvvələri tərəfindən. Və bununla da test izahımızın yekununa gəlirik. Hər birinizə fəaliyyətinizdə, dərslərinizdə uğurlar arzu edir. Növbəti videolarda görüşənə qədər sağ olun, salamat qalın.